Salam uşaqlar. 20 aprel 2025-ci il tarixində imtahan verilmiş 9-cu siniflərin riyaziyyat suallarına baxaq. Deməli, başlayaq birinci sualdan. 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmdir. Ən böyük deyirsə, deməli, ən böyük rəqəmi seçirik. Ən böyük burada 9, 7, 6, 5, 3, 1. 6 rəqəmli demişdi və doğrudur. Ən kiçik isə, ən kiçik rəqəm götürür 1, 3, 5, 6, 1, 3, 5, 6, 7, 9. Fərqini istəyir. Çıxırıq 2, 5, 8, 0, 4, 8. 840.852. Doğru cavab A variantı. Keçək digər suala. Rasional ədədlərdən hansı 3/1-dən kiçikdir? 3/1-dən kiçik olması üçün bilirik ki, məxrəc sürətlər bərabər olan, görürük ki, bütün kəsrlərin sürəti 1-dir. Sürətlər bərabər olanda nə olurdu? Məxrəci böyük olan kiçik olurdu. Bunun məxrəci nədir? 3/1. 3/1-i tutaq ki, biz də kök altında yazaq. 1 bölünsün kök altında 9 sayılırdı. Elədir. Demək, kök altında 9-dan hansı böyükdürsə, o ondan daha kiçikdir. Yəni C variantı. Keçək digər suala. 59. Deməli, kök altını ifadənin qiymətini hesablayın. Bunu silək. Rahat yazmaq üçün. Deməli, bunu kök altında da yazmaq olar, belə kökdən də çıxartmaq olar. Yəni, belə yaza bilərik. Kök altında 25 nə deməkdir? 4/1 deməkdir, elə deyil. Vurulsun 16, vurulsun %36, elədir. 4/1-dən 4 ilə 16 getdi. Burada 4 qaldı. 4 ilə 100 getdi ixtisar. 25 qaldı. Yəni, kök altında 36 böl 25 qaldı. Buradan da 6 böl 5, yəni 1/2 cavabımız A variantı. Keçək digər suala. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? A-la A-nın kəsişməsi A-nı verir, bu doğrudur. B ilə C-nin kəsişməsinə A-nı daxil etsək, A ilə B-nin kəsişməsinə C, bu da doğrudur. A ilə B-nin birləşməsini A-nın alt çoxluğudur, bu da doğrudur. A ilə B-nin kəsişməsi ilə A-nın birləşməsi A-nı verir, doğrudur. B ilə C-nin kəsişməsi B-nin alt çoxluğu deyil, uşaqlar. B ilə C-nin kəsişməsi, deməli, burada hansı olur? E variantı. B ilə C-nin kəsişməsi B-nin alt çoxluğudur. Ola bilsin ki, məsələn, deyə bilərik ki, B-də elə bir element var ki, bu C-də yoxdur. C-də yoxdursa, deməli, bunlar kəsişməyə aid olmayacaq. Amma bu deyir ki, B-də olanların hamısı B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Bu deməli, bu yanlışdır. E variantı götürməliyik. Kubun tilini bir vahid artırsaq. Buranı silək. Deməli, kubun tilini bir vahid artırsaq, bilirik ki, kubun, tutaq ki, kubun tərəfin A tilini A götürək. Bir vahid artırsaq nə deməkdir? A plus 1. Onun həcmi, yəni A kubudur da, elə deyil. Kubun V bərabərdir A kub. Kubun həcminin düsturu. 19 vahid artar. Yəni bunun üstünə 19 gəlsə, bunlar bərabər olmalıdırlar. Gəlin mötərizəni açaq. A kub, birincinin kubu, birincinin kvadratı ilə ikincinin hasilinin 3 misli, sonra ikincinin birinci ilə ikincinin kvadratının 3 misli, 3A, ikincinin kubu, 1 yəni. A kub getdi, 3A kvadrat, üstə gəl 3A, plus 1 minus 19 bərabərdir 0, elə bir də bir dəfəlik
minus 18 də yaza bilərik. Elədir. Hər tərəfi 3-ə bölərəm. A kvadrat üstəgəl A minus 6 bərabərdir 0. Ümumiyyətlə, demək olar kökləri -3 ilə 2. Deməli, -3 2-yə vuranda -6, -3 ilə 2-ni toplayanda -1, əks işarə ilə götürür, müsbət 1. Aha, doğrudur. Kubun tili də əlbəttə burada 2 olar. Mənfi olmayacağına görə. B variantı. Keçək digər suala. Daxili bucaqların cəmi 1800 dərəcə olan qabar çox bucaqlının tərəflərinin sayını tapın. Deməli, düsturumuz necə edir? 180 vurulsun n-2. Elədir. Bunu da 1800 verib bizə. Deməli, hər tərəfi 180 getsə n-2 bərabərdir 10-a, n bərabərdir 10 üstəgəl 2, yəni 12. Doğru cavab D variantı. 63. Velosipedi 24 km bölünsün saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Deməli, 24 ilə gedəndə 1,5 saat sərf eləyir. Velosipedi həmin yolu, yol dəyişməyib uşaqlar. S1 ilə S2 bərabərdir. S1 ilə S2 bərabərdirsə, deməli, bunlar tərs mütənasib olacaqlar. 18 x saata gedər. Neyinirik? Qarşı-qarşıya. Çarpaz vurmur, qarşı-qarşıya vururuq. Yəni, 18-i x-a vururuq, 24-ü 1,5-ə vururuq. X bərabərdir 24 vurulsun, 1,5 bölünsün 18. Burada ixtisar aparaq 24 ilə 18-i hər ikisi 6-ya aparaq. Burada 4, burada 3. Belə yazaq. 4 vurulsun 15 bölünsün 30 yazaq. Elə bir vergülü bir rəqəm çəkdi. 15 ilə 30 getdi 2. 4-ü də 2-yə böləndə 2. Yəni E variantı. Sonra 64. A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiyməti 3 dəfə böyük olar. Birinci, A-nın hansı qiymətində ifadənin qiyməti bu ifadənin qiyməti 3 dəfə böyük olar. Yəni, mən bunu 3-ə vursam, bunlar bərabər olar. Çünki birincini 3 dəfə böyük verir. Birinci 3 dəfə böyükdürsə, mən məcburam ikincini 3-ə vurum ki, bunlar bərabərləşsin. Aha, vuraq açaq. 3A üstəgəl 9. 4 üçün 12A minus 8 üçün 24, 54. Deməli, 12A-dan 3A-nı çıxarıq. 9-un da üstünə 54-ü gələrik. Bu eləyir 9A bərabərdir 63. A da bərabərdir 6. Elədir. A-nın hansı 7. Üzr istəyirəm. 9, 7-nin 63 eləyir. Bəli, E variantı. 64. 65. Deməli, bu müxtəsər vurma düsturunda bilirsiniz ki, 10 çıxılsın 8 kvadratların fərqinə cəmin hasilinə bərabərdir. Yəni 10 çıx 8, 10 üstəgəl 8. Bölünsün 18. Bu da eləyir 2 vurulsun 18, bölünsün 18. 18-lər 7, 2 qaldı. Nədənsə bugün daha çox 2 variantı doğru cavab çıxır. Sonra keçək. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizli ifadəsi göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Deməli, 26, 14, bu 21-dir. Biraz yaxşı düşməyib. Bu da 39 olar. Niyə? Çünki 100% eləməlidir. 39, 21 eləyir. 60, bu da 40, bəli, 100%. Deməli, nədir? Riyaziyyat fakültəsinin tələbəsi seçimi. Riyaziyyat daha tünd olandı. Yəni, bu 21, bu ən böyük deyil. İqtisadiyyat fakültəsinin tələbəsi. İqtisadiyyat, bu xətli, ştrixli olanlardır. 14, bu da deyil. Təbiət elmləri, bu 39, bu qalsın yaddaşda. Ən çox bu görsənirlər ki, sosial elmlər 26, bu da deyil. İqtisadiyyat fakültəsi tələbəsi və ya riyaziyyat. İqtisadiyyat və ya riyaziyyat. Bu da deyil. Doğru cavab C variantı. Təbiət.
Baxaq buna. Buranı silək. Özümüz rahat yazaq. Biraz çox sildi elə bil ki. Heç bu yolda axıra qədər həll eləməyib deyəsən. Aha. Baxaq. Deməli, ifadə sadələşdirmək üçün əvvəlcə mən sizə deyirəm, mütləq bu yol ən əlverişli yoldur. Həmişə adi kəsrə gətirək. Adi kəsr. Yəni 136-nı 0,136 onluq kəsrin adi kəsr şəklində yazdım. A üstü -5. Bu A-nı da bunun yanına gətirə bilərik. Heç bir problem yoxdur. A üstü 4. B üstü 6. Bu bir B-ni bunun yanına gətirir. B üstü -4. C üstü 3. C üstü -5. Yaxşı olardı ki, bu digərini də ora gətirək. Qarşısında yazaq. Bu neçə eləyir? Qarşıq kəsiri çevirəndə 2,9-da 2 demək, məxrəc 9, 9, 2, 18, 20. Aha, bərabərdir. 9 ilə 36 getdi, 4 qaldı, 20 ilə 100 getdi, 5 qaldı. 5 də 4. Nə demişdi? Əsaslar eyni oldu, üstlər toplanır. Yəni A üstü -1, B üstü 2, C üstü -2. Baxırıq 5-də 4, bəli, D variantı. Keçək. Neçə idi bu? 67, 68-ə keçək. Radiusu 7,5 olan dairənin diametri. Çox asan bir sual. Bilirdik ki, diametr nə idi? 2 dənə radius. Yəni 7,5 2 vuruq 15. C variantı. Çox asan, çox gözəl. O y oxu ilə kəsişmə. Nə demişdi? O y ilə kəsişirsə x-ı 0-dır. Yəni burada x-in yerinə 0 qoyuruq. 0 çıxılsın 4-ün kvadratı üstəgəl y-in kvadratı bərabərdir 52. -4-ün kvadratı 16 üstəgəl y kvadrat bərabərdir 52. Y kvadrat bərabərdir 36, y bərabərdir müsbət -6. İndi nöqtəni seçiriksə, nöqtə nə idi? Birinci x idi, ikinci y gəlir. X-imiz 0-dır, yəni 0 -6, bir də 0 6. Yəni B variantı. Çox gözəl. 70. Çox sadə bir tənlik. 4 hər tərəfdən görürük x-i çıxarda bilərik. Aydındır. X-i çıxartdım, burada nə qaldı? 4x çıxılsın 3 bərabərdir 0. Hasil 0-dırsa, deməli vuruqlardan ən azından biri 0 olmalıdır. X bərabərdir 0, 4x minus 3 bərabərdir 0. 4x bərabərdir 3-ə, x bərabərdir 4-də 3-ə. Yəni 0 ilə 4-də 3 C variantı. Necə bu yoldaş bunu düz tapıb? 70, 71. Bəli. Baxaq. Görürük ki, məxrəc kvadratlar fərqinin açılışını verir. Yəni bu x kvadrat çıxılsın a kvadratdır. Elədir. Deməli birincini vururuq ikincinin məxrəcinə. X minus a. Çıxılsın a-nı da x plus a-ya vururuq. Və mötərizələr açırıq. Ax çıxılsın a kvadrat, çıxılsın ax, çıxılsın a kvadrat. Bölünsün x kvadrat çıxılsın a kvadrat. Bərabərdir. Ax ilə ax-in getdiyini görürük. -2a kvadrat bölünsün x kvadrat çıxılsın a kvadrat qalır. Və görürük ki, heç birində mənfini qarşıda saxlamayıb, onda mənfini aşağı salırıq. 2a kvadrat yuxarıda qalsın. Əgər mənfini aşağıya salıramsa, deməli bunların yerini dəyişə bilərəm. Yəni a kvadrat çıxılsın x kvadrat yazaram. Baxaq, bu da a variantı. 72. Bərabərsə ən kiçik tam həllini tapın. Aha, yeni bir 2 qabağımıza çıxdı. Görək düz tapıb, yoxsa necə? Nə edərik? Hər tərəfi fikirləşdirəm 4-ə vura bilərik. Orta məxrəcə gətirmək bir çox yolu var. Məsələn, 4-ə vuraq. Belə eləyək də. 3x bölünsün 2 vurulsun 4, çıxılsın 3 bölünsün 4 vurulsun 4. Daha aydın olsun deyə açıq şəkildə yazın. 2 ilə 4 getdi, 2 qaldı burada 6x. 4 ilə 4 getdi, 3. Kiçikdir, 4 4-dən 16x çıxılsın 20. 16 bərabərsizlik olduğuna görə çalışaq daha diqqətli olaq. Çünki mənfi işarəni dəyişmək söhbəti var. -20 üstəgəl 3. -10x kiçikdir. -17-dən
x, aha bak bunu demək istəyirdim elə. Mənfiyə bölürəmsə mütləq işarəm dəyişəcək. 17 böl 10. 1,7 yəni ki. 1,7-dən də böyük, ən kiçik tam həll 2-dir. Həqiqətən də yenə də cavab 2. 73. Aha. Deyir mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Rənglilərə bu qədər, ağ-qaraya bu qədər. Arda. Elnur bu mətbəədə 5də 1-i ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəəyə neçə manat ödəməlidir? Uşaqlar əgər 5də 1-i ağ-qara deyirsə, əvvəl 4000-in 5də 1-ini tapaq. Yəni 800. Deməli bu 800 ağ-qaradır. Ağ-qara. Rənglilərə nə qədər qalır? 4000-ə 800 sonra 3200. Elədir. Bu da rəngli. Yaxşı. Deyir ki, indi burada biraz çaşqınlıq yaranmasın. Nə mənada? İndi fikirləşərsiniz ki, bu nəyə görə bunu bu formada verib? Deməli, deyir ki, əgər vərəq sayı, ağ-qaranı birinci götürək də 800, 1500 1-dən 1500 arasındadsa, rənglilərə 0,6 qəpik, ağ-qaran deyək də birinci, 0,35 qəpik verir. Çoxdursa 0,3 qəpik verir. Aha, deməli bizi 800 1500-dən aşağı olduğuna görə buna deməli 0,35 qəpik verib. Onda 800-ü vururuq %35-ə. Buradakı 2 0 bu 2 vergüldən sonra 2 rəqəmi aparır. Belə deyim də sizə, belə göstərim. %35. Hə, yəni bu 2 ilə, bu 2 0 ilə, bu 2 0 gedir. 8 5-in 40. 8 5-in 40. 4 yadda, 8 üçün 24. Fikrim qaçdı. 8 5-in 44 yadda, 8 üçün 24, 4, 28 elədir. Sonra 3200 isə nəyə vuracaq? 3200 1500-dən çox olduğuna görə 0,45-ə vururuq. Doğru. 3200 %45-ə vururam. Sıfırlar gedir. 32-ni 45-ə vuraq. 32 45. 5 2-nin 11 yadda. 3 5-in 15 16. 4 2-nin 8. 4 3-ün 12. 4 1440. 1440 280. 2 7 1720. Deməli, doğru cavabımız nə oldu? 1720 manat ödəməlidir. Sonra 73 idi də, elədir 74-ə keçək. Çox sadə bir sistem tənlik. Alt-alta tərəf-tərəfə toplayırıq. Alt-alta. Bir dənə buranı təmizləyək. Baxaq, görək. Tərəf-tərəfə toplayanda 3x bərabərdir 9, 10, 12, 21. X bərabərdir 7. Nəyin üstünə? X-in üstünə daha doğrusu. 7-nin üstünə nə gələndə 12 eləyir? 5 deyirik. Bunların da hansını bizdən istədiyinə görə 7, 5-ində 35. Belə gözəl sual, sadə sual. Yəqin ki, yazıbsınız. Buranı da təmizləyək. Nədir? 30 nəfər sərnişin var idi. Aha, 30. Birinci dayanacaqda 7 nəfər sərnişin, yəni çıxdım. Belə yazaq da, fikrimizdə çıxaq. Belə. Yəni 30-dan 7 nəfər düşdüsə 23 qaldı. Sonra 9 nəfər mindi. 23-ün üstünə 9 32 oldu. Elədir. Bəli. İkinci dayanacaqda 14 nəfər düşdü. Yəni 32-dən 14 çıxaq. 32-dən 14 çıxdı. 18. 4 nəfər mindi. 18 üstəyə gəl 4. 22. Yəni bundan sonra da 22 gəlir. Dayanacaqdan sonra neçə nəfər sərnişin? Neçə nəfər oldu? 22.
Oldu. 76 yeni ikilər. Aha, bu sual. 13 apreldə də düşmüşdü. Orada perimetrini istəyirdi, burada isə tərəfi istəyir. Yəni demək olar ki, yeni sual. B'yi 6K deyirik. 7 4K. Bilirik ki, bunlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlardırsa bunların deməli tərəfləri, nisbətləri bərabər olmalıdır. AD'yə də 9K. Bu deməkdir ki, CB'də 9K-dır, bu 4K-dırsa və yarıya bölündüyündə bizə deyir 4K-dırsa burada 4K-dır, bura 6K-dırsa burada 6K-dır. ADY bu üçbucaqdır. Elədir, AD, bəli. Bu toplayanda 9K, 6K, 4K neçə eləyir? 19K elədir. Bizə bu 19K-nı 38 verib. Deməli, K nədir? 2-dir. CB-ni istəyir bizdən. CB 9K-dır. 9K. 9 vur 2, yəni 18. Belə 76. 77-yə keçək. Bu sual da düşmüşdü, səhv eləmirəmsə. Fərqli formada, amma bu da belə bir sual düşmüşdü. Yenə oxşar üçbucaqlar. Oxşar üçbucaqlar və nə deyib? YF AC'yə paralel aydın. Məsələn, YF FC. YF tutaq ki, bir rəngli göstərək. YF FC 3. Yəni bu 3-dür, bu da 3-dür. AC'ni də 9 verib. BF istəyir. Buna da X deyək də, bunu istəyir. Deməli, uşaqlar nə demişdik? Demişdik ki, balaca üçbucağın, kiçik üçbucağın oturacağının, böyük üçbucağın oturacağına nisbəti, kiçik üçbucağın tərəfinin böyük üçbucağın tərəfinə. Bəzən bunu nədənsə 3 götürürlər, amma böyük üçbucaq, x plus 3. Nisbətinə nə olmalıdır? Bərabər olmalıdır. Artıq çarpaz vuraram, nə edirəm, nə tər istəyirəm elə. 3-də 1, 3x bərabərdir, x plus 3. 2x bərabərdir 3-ə, x bərabərdir 3 bölü 2, yəni 1,5. İnşallah hesablamada bir səhv eləmərik. Düzdür. 3x, x plus 3, 2x, 3. Aha, doğrudur. Bir ədədin 25%. Tutaq ki, x. Bunu vuram %25'ə. Digər ədədin 50%-nə. Tutaq ki, y. Bunu vuram %50'yə. 100 ilə 100 getdi, 25 ilə 50 getdi ki, yəni x bərabərdir 2 dənə y-ə. O ədədlərin cəmini tapın. X bərabərdir. Aha, fərqin verib 60. Bu ədədlərin fərqi. Yəni x-dan y çıxanda mən 60 alıram. X də bilirəm ki 2y-dir. Gətirib yerinə qoyuram. 2y çıx y bərabərdir 60. Yəni bir dənə y 60-dır. X da bunun nədir? 2 mislidir. Yəni 120. Məndən də bunların x plus y-in cəmini istəyir. 180. Doğrudur. Baxaq. Digər suala. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli, baxırıq ki, Elnurun 150 manat pulu var. Hər gündə eyni miqdarda pul xərcləyir. Tutaq ki, gündə A manat xərcləyir. 15 günə nə qədər xərcləyir uşaqlar? 15A. Elə deyil. Və bu xərclədiyi pul 15 günə 15A xərcləyibsə 150-dən çıxaram da bunu. 150-dən qalan pulu tapmaq üçün 150-dən 15A-nı çıxaram və 15A qalar. Elədir. Niyə? Çünki görürsünüz xərclənən pulla qalan pul bərabərdir. Deməli, bunu da tənliyi də həll eləsəm 30A bərabərdir. 30A bərabərdir 150-yə. A nə olacaq? 150. 30A bərabərdir 150. A da bərabərdir 3-ə. Deməli, gündə 3 manat xərcləyirmiş. Pulu neçə günə bitər? Yəni 150-ni bölərəm 3-ə. Bu da eləyir. 3-ə nədir? 150-ni 30-a böləndə 5 eləyir. Siz də inşallah belə diqqətsizlik eləməzsiniz. 5, 30. 30. Aha. Düzmü? 30A 155. 150-ni də 5'ə böldüyü ki, neçə günə bitər? 30. Aha, doğrudur. Keçək digər suala. Digər suala keçək. Buranı da silək. Burada yer qoymayıb heç bizə. Tutaq ki, bunun o qədər yolu var, o qədər müxtəlif yolu var. Amma belə ən sadə yol kimi, yəni
İlk ağla gələn. Uzadıram. Uşaqlar, yəni bunun qonşusu nə olacaq? 80. Bunun qonşusu 80-dir. Bu 80, bu 50-dirsə, üçbucağın daxili bucaqlarının 80 dərəcə olduğuna görə burada məcbur da 50 olsun. Bu 50 oldusa, bu 50 oldusa, deməli bunun qonşusu da olmalıdır 130 dərəcə. Deməli bu da olmalıdır 130 dərəcə. Nə istəyir bizdən? Bucaqçı. Bəli, 130 dərəcə. Düz. Digər bunu uzatmaq olardı. Məsəl üçün bu 100 deyə olacaqdı. Bu da 100 olacaqdı. 100-ün qonşusu 80, 50. Yenə də o formada tapacaqdıq 130. Bəli. Sonra tərəfi 8 olan ABCD kvadratında biz bilirdik uşaqlar. Tərəflərin nisbətinin kvadratı bizə sahələrin nisbətini verirdi. Yəni bu 9-da 1-dirsə, deməli bu k imiş, bu 3k imiş. Bu k-dırsa bu aşağıda k verir də, düzdür. 4k nə imiş? 8. Bizə əvvəldən verib baxı, tərəf 8-dir. K-da nə oldu? 2. Düzmü? Bəli, 2. S2. Yəni bura olacaq 6, bura 6-dırsa, bura 2, burada 2-dirsə, burada 6. Deməli burada 6. Bunun sahəsini bizdən istəyirsə, bu nədir? Düzbucaqlı üçbucaqdır. Elə deyil uşaqlar. Düzbucaqlı üçbucağın sahəsi nə idi? A vur B bölü 2. Katetlərin asının yarısı. Yəni 6 vur 6 bölü 2. 36-nın 2, 18. Doğru cavab. Belə düşünürəm ki, çox sadə, yəni yaxşı suallar idi. Hamısına əlbəttə sadə demək olmaz. Yaxşı bir sınaq idi. Yəqin ki, hamınız yaxşı yazıbsınız inşallah. Yaxşı uşaqlar, sağ olun. Görüşənədək.